Birinci sual, düzbucaqlının perimetri 44 santimetr, uzunluğu 16 santimetr olsa onun enini tapın. Düzbucaqlının uzunluğu verilib 16, enini x götürürük. P bərabərdir 2 vurulsun A üstəgəl B. Bu düsturla düzbucaqlının perimetrini tapa bilərik. Perimetr 44 verilib, yazırıq yerinə. Enini x verib, uzunluğunu isə 16. Yazdıq yerinə 44-ü 2-yə bölsək 22, x plus 16-nı olduğu kimi saxlayırıq. X bərabərdir 22-dən də 16-nı çıxsaq qalacaq 6. Düzbucaqlının eni oldu 6. 175 faizi onluq kəsir şəklində göstərilir. Faizi onluq kəsir şəklində göstərmək üçün onu 100-ə bölmək lazımdır. 175-i bölürük 100-ə. Bu da eləyir 1,75. Faizi ədədə çevirmək üçün 100-ə bölürük. Ədədi faizə çevirmək üçün isə 100-ə vurmaq lazımdır. A 10 ilə 16-nın arasında yerləşir və 2də 1 A ifadəsini qiymətləndirilir. Biz burada bu bərabərsliyin hər tərəfini, hər bir həddini 2də 1-ə vursaq, 2də 1 A ifadəsini ala bilərik. Onu 2də 1-ə vursaq 5 eləyəcək. 2də 1-i A-ya vursaq elə 2də 1 A olduğu kimi qalacaq. 16-nı da 2də 1-ə vursaq eləyəcək 8. Yəni 2də 1 A 5 və 8 arasında yerləşir. Cavabımız olur C variantı. Dördüncü sual. Silindrin yan səthinin sahəsi 30 pi olarsa, silindrin yan səthinin sahəsi S yan bərabərdir 2 pi r vurulsun h düsturu ilə hesablanır. Bunu biz 30 pi'yə bərabərləşdirsək, pi'ləri də buradan ixtisar eləsək, qalacaq 2r vurulsun h bərabərdir 30-a. Onun ox kəsiyinin sahəsini tapın. Elə ox kəsiyinin sahəsi, silindrin ox kəsiyinin sahəsi elə 2r vur h-dır. Bu da 30'dur. Cavabımız elə olacaq 30. 5-ci suala baxaq indi. 26 şagirddən ikisinin növbətçi üçün neçə üsulla seçmək olar? Burada biz kombinzondan istifadə edə bilərik. Kombinzon 26-dan 26 nəfər var. İkisini seçmək lazımdır. Kombinzon 26-dan 2. Burada 2 növbətçi seçiriksə, bu növbətçilərin heç bir fərqi yoxdur. Yerini dəyişdikdə heç bir fərqi olmur. Yenə də həmin növbətçi 2 nəfər növbətçi alır. Ona görə bu kombinzonla yazırıq. Amma bu növbətçilərdən biri başçı, digəri köməkçi olsaydı, onda permutasiya 26-dan 2 yaza bilərdik. Burada isə növbətçilər arasında heç bir fərq olmadığına görə kombinzonla yazırıq. Kombinzon düsturu necə idi? 26 faktorial bölünsün, 26-dan 2-ni çıxırıq. 24 faktorial vurulsun 2 faktorial. Kombinzon düsturundan istifadə edib yerinə yazdığı ədədləri bərabərdir. Burada 24 faktorial 1-dən 24-ə qədər olan ədədlərin hasilidir. 26 faktorial isə 26-ya qədər olan ədədlərin hasilidir. Biz 24-ə qədər olan ədədləri ixtisar eləsək, surətdə qalacaq 25 ilə 26. 25 vurulsun 26. Məxrəcdə isə 2 faktorial qalır. 2 faktorialda 1 vurulsun 2 deməkdir. 1-i 2-yə vursaq elə 2 qalar. 26 ilə də 2-ni ixtisar elədik, qaldı 13. 25-i də vururuq 13-ə. 25-i də 13-ə vursaq, gəlin burada vuraq. 25 vurulsun 13, eləyəcək 75. 25 də buradan 325 eləyəcək. Cavab olacaq D variantı. 6-cı sual. Sinus 5x vurulsun, kosinus 3x çıxılsın. Kosinus 5x vurulsun, sinus 3x. Belə bir tənlik verilib. Bu hissə sinus alfa çıxılsın betanın düsturudur. Yəni toplama düsturudur. Yəni sinus 5x çıxılsın 3x'in açılışıdır bu. Bərabərdir 2də 1-ə. Sinus 5-dən çıxsaq qalacaq sinus 2x bərabərdir 2də 1-ə. İndi sinus belə bir
sadə trigonometrik tənliyi aldıq. Sinusun düsturu belədir. -1 üstü k arc sinus a plus pi k. Sinusun düsturu burada. Gəlin yerinə yazaq. 2x bərabərdir -1 üstü k vurulsun arc sinus a-nın yerində burada 2'də 1 var. 2'də 1 plus pi k-nı da olduğu kimi saxlayırıq. Sonra 2x bərabərdir -1 üstü k. Sinus 2'də 1'i alır 30 dərəcədə. Yəni pi böl 6'da plus pi k-nı olduğu kimi saxlayırıq. Burada da x-i tapmaq üçün hər tərəfi 2'yə bölməliyik. Demək x bərabər olacaq. -1 üstü k. 2'yə bölsək eləyəcək pi böl 12 plus pi k böl 2. Yəni hansı olacaq? Olacaq B variantı. 7-ci suala baxaq. Loqaritmik tənlik verilib. Tənliyi həll edin. Biz burada əvəz etməklə eləyəcəyik bunu. Kök altında loqaritma 3 əsasdan x-i bir t ilə əvəz etsək, onda bu olacaq t sıxılsın 4'də 1 bərabərdir t-nin kvadratına. Gəlin hər tərəfi 4'ə vuraq. 4t sıxılsın 1 bərabərdir 4t kvadratına. Hər bir həddi 4'ə vurduq. Bunları da sağ tərəfə keçirsək 4t kvadratı çıxılsın 4t plus 1 bərabərdir 0'a. Bu da elə 2t çıxılsın 1'in möhtərizə kvadratıdır bərabərdir 0'a. 2t çıxılsın 1 bərabər 0'a. Bu kvadrat tənlik kimidir. Diskriminantı tapıb həll edə bilərsiniz. 2t çıxılsın 1 bərabərdir 0'a. 2t bərabərdir 1'i keçiririk sağ tərəfə. T də bərabərdir 2'də 1'ə. T'ni tapdıq 2'də 1. İndi gəlib burada t'nin yerinə 2'də 1 yazırıq. Olur kök altında loqaritma 3 əsasdan x bərabər 2'də 1'ə. Hər tərəfi kvadrata yüksəlsək loqaritma 3 əsasdan x bərabərdir 4'də 1 olur. Aldıq sadə bir loqaritmik tənlik. Bu tənliyi həll etmək üçün 4'ü gətirməliyik 3'ün qüvvətinə. Yəni x bərabərdir 3 üstü 4'də 1 olur. 3 üstü 4'də 1 görürsünüz burada kökə çevirməliyik biz bunu. 3 üstü 4'də 1'i də biz kök altında məxrəc kökün dərəcəsini göstərir. Surət isə 3'ün qüvvətini göstərir. Bunu bu formada biz qüvvəti kökə çevirə bilərik. Bu da olur kök altında 4-cü dərəcədən 3. Yəni A variantı. 8-ci suala baxaq. İfadənin qiymətini hesablayın deyir. Əvvəlcə gəlin buna bir müxtəsər Roma düsturu tətbiq eləyək. A-nın kvadratı üstəgəl B-nin kvadratı bərabərdir. A üstəgəl B-nin möhtərizə kvadratı çıxılsın 2AB-yə. Bu düsturu buna tətbiq eləsək, onda bu olacaq x üstəgələk 2 bölünsün x-in möhtərizə kvadratı çıxılsın 2 vurulsun x vurulsun 2 böl x bərabərdir. Burada x-lər ixtisar gedəcək. Bu hələ ki belə qalsın. İndi bura baxırıq. Burada hər bir həddi biz x-ə bölsək, x böl 2, x plus 2 böl x-i buradan ala bilərik. Hər bir həddi x-ə bölürük. Buranı da x-ə bölürük, buranı da x-ə bölürük, buranı da x-ə bölürük, buranı da. X kvadratını x-ə bölsək x qalacaq. Burada x-lər gedir elə 5 qalır. Burada da 2 bölü x elə olduğu kimi saxlayırıq. 0'ı da x-ə bölsək elə 0 qalar. İndi biz 5'i sağ tərəfə keçirsək, burada x plus 2 bölünsün x bərabərdir 5 tapa bilərik. İndi bunu da gətirib burada yerinə yazırıq. X plus 2 bölü x-in yerinə 5 yazırıq. 5'in kvadratı çıxılsın 2 vurulsun 2. Burada x-lər ixtisar gedir. Bərabərdir 25 çıxılsın 4 deyir 21. 9-cu suala baxaq. Funksiyanın qiymətlər çoxluğunu tapın. Kvadratik funksiyanın qiymətini tapmaq üçün
əvvəlcə A-ya baxırıq. A sıfırdan böyükdürsə, qiymətlər çoxluğu olur. Parabolanın təpə nöqtəsi y sıfırdan müsbət sonsuzluğa. İndi biz parabolanın təpə nöqtəsinin ordinatını tapmalıyıq. Hansı düsturla? Mənfi D böl 4A düsturu ilə y0-ı tapmalıyıq. Yəni parabolanın təpə nöqtəsinin ordinatını tapmalıyıq. Bərabərdir. Düstur belədir. Mənfi diskriminantın düsturunu yazsaq və qarşıda mənfi olduğuna görə 4AC çıxılsın B kvadratı bölünsün 4A yaza bilərik. Diskriminantda burada B kvadratı çıxılsın 4AC-də, amma qarşıda mənfi olduğuna görə yerini dəyişdik. Bərabərdir. İndi yerinə yazırıq. 4 vurulsun A 1-dir, C 5-dir. Çıxılsın B mənfi 4-lü kvadratı olur 16. 4 vurulsun A. A-nın da yerinə yenə 1 yazdıq. Bərabərdir. Olacaq 4 məxrəcdə 20. 20-dən 16 çıxsaq 4 qalar. 4-də 4-ə bölsək 1 qalar. Yəni 1-dən müsbət sonsuzluğa olacaq. 1-dən müsbət sonsuzluğa. 10-cu sual. Düzbucaqlı paralelipipedin hər bir ölçüsünü neçə dəfə azaltmaq lazımdır ki, həcmi 125 dəfə azalsın? Düzbucaqlı paralelipipedin həcmi A vurulsun B vurulsun C-dir. Bunun biz hər bir ölçüsünü 5 dəfə azaltmalıyıq ki, A vur B vur C 125, 5 vur 5 vur 5 eləyəcək 125. 125 dəfə azalmış olsun. Yəni hər bir ölçünü 5 dəfə azaltmalıyıq. İfadənin qiymətini hesablayın. Burada nə edirik biz? Gəlin 24-ü 4 vuraq 6 yazaq. Burada da 24-ü 4 vuraq 6 yazsaq. 24-ü 4 vuraq 6 yazsaq. Kök altında 6 olduğu kimi qalır. Çıxılsın. Burada 4-dən 2 çıxacaq, amma 6 olduğu kimi qalacaq. Olaq 2 kök 6. Yəni 24-ü biz kök 24-ü 2 kök 6 kimi yaza bilərik. Məxrəcdə də 2 kök 6 yazırıq. Bu kök altında 24-lərin hamısını 2 kök altında 6 kimi yazırıq. Plus kök altında 6 bölünsün kök altında 6. İndi hesablayaq. Bərabərdir. Kök altında 6-dan 2 kök altında 6-nı çıxsaq, mənfi kök altında 6 qalar. 2 kök 6 məxrəc olduğu kimi saxlayırıq. Bunları toplasaq 3 kök altında 6 eləyəcək. Məxrəc olduğu kimi qalır. Kök 6-ları ixtisar eləsək, burada qalacaq mənfi 2-də 1. Burada da ixtisar eləsək, qalacaq 3. Üstə gələk 3. 3-dən də 0.5 çıxsaq, qalacaq 2,5. 12-ci suala baxaq. İfadəni sadələşdirin deyir. Biz burada bunu 1 üstə gələk kök altında 3 i-nin kubunun kubu yaza bilərik. Çünki kubu kuba yüksəndə qüvvətlər vurulacaq 9 olacaq. İndi biz möhtərizənin içərisini kublar düsturu ilə aça bilərik. 1-in kubu üstə gələk 3 vurulsun 1-in kvadratı vurulsun kök 3 i. Üstə gələk 3 vurulsun 1 vurulsun kök 3 i-nin kvadratı. Kök 3 i-nin kvadratı. Üstə gələk kök 3 i-nin kubu. Kublar düsturu. A üstə gəl B-nin kubu ilə açdıq. Kənardakı kubu isə hələ ki olduğu kimi saxlayırıq. Bərabərdir. Bu sadələşdirək. 1-in kubu 1-dir. Bu eləyəcək 3 kök 3 i. 3 kök 3 i. Bu da eləyəcək 3, 9. 9. i-nin kvadratı da mənfi 1 olacaq. Yəni çıxılsın 9. Üstə gələk. Kök 3-ün kubu. Kök 3-ün kubu kök altında 27 eləyir. 27-ni də kök altında 27-ni də biz 9 vuraq 3 kimi yazsaq eləyəcək 3 kök 3. Yəni kök altında 3-ün kubu oldu 3 kök 3. i-nin kvadratı.
i'nin kvadratı da i'nin kubu. i'nin kubu da i'nin kvadratı vuraq i kimi yazsaq. i'nin kvadratı -1-dir. Bu da -i eləyəcək. Yəni -i. Mənfini də qabağa keçirirəm. Elədi i. Yəni kök 3 i'nin kubu elədi 3 kök 3 i. Mənfisi ilə kubu olduğu kimi saxladıq. Burada bunlar əks ifadələrdir, getdilər. -8'in kubu qaldı. -8'in kubu qaldı. O da eləyəcək -512. -512. 13'ə baxaq indi. 13-cü sualda deyir ki, düzbucaqlı üçbucağın iti bucaqlarından biri digərindən 4 dəfə kiçik olarsa, böyük iti bucağı tapın. Düzbucaqlı üçbucağın bir bucağını x götürsək, digər bucağı 4x olmalıdır. 4 dəfə kiçikdir biri digərindən. Bu ikisinin cəmi 90 olmalıdır. 4x ilə x-i toplasaq 90 dərəcə eləməlidir. 90 da burada var, 180 eləyir. 5x bərabər 90, x bərabərdir 18'ə. Böyük iti bucağı soruşur. X-i tapdıq 18, onda 4x də olar. 4 vur 18, bu da eləyər 72. Yəni biri 72'dir, biri 18. Bizdən böyüyünü soruşduğuna görə 72'ni götürürük. Sinus alfa 1 olarsa kosinüs alfa plus kotangens alfanı hesablayın. Burada biz elə cədvəl qiymətindən istifadə edə bilərik. Sinus 1'i 90 dərəcədə alır. Deməli alfa 90 dərəcədir. Sinus 90 dərəcədə 1 alır. Bucağı yerinə yazsaq kosinus 90 üstə gələk. Kotangens 90 yazsaq. Kosinus da 90'da 0 alır, kotangens də 90'da 0 alır. 0 üstə gələk 0, elə cavab eləyəcək 0. 15-ci sual. X bərabərdir -1 olarsa, ifadənin qiymətini hesablayın. Yazaq yerinə 3 vurulsun -1 üstü 6 çıxılsın 11 vurulsun -1'in kubu üstə gələk 9 vurulsun -1'in üstündə 7 bərabərdir. Burada qüvvət cüt ədəddirsə mənfi müsbət olur. Yəni 3'ü 1'ə vursaq eləyəcək 3. Burada qüvvət tək ədəddir, -1 olduğu kimi qalır. -1'i -11'ə vursaq üstə gələk 11 eləyəcək. Burada da qüvvət tək ədəddir. -1'in qüvvəti tək ədəddirsə mənfi olacaq. -1'i də 9'a vursaq elə çıxılsın 9 eləyəcək. 14 çıx 9, bu da olacaq 5. 16-cı sual. Tənliklər sistemindən x plus y cəmini tapın. Burada indi biz bunlardan toplama üstü ilə gəlin eləyək. 2 ilə 3'ü 6'ya bərabərləşdirə bilərik. Gəlin bunu 3'ə vuraq, bunu isə 2'yə vuraq. Bunu 3'ə vursaq olacaq 9x üstə gələk 6y bərabərdir 39'a. İkinci tənliyi də gəlin 2'yə vuraq. 2'yə vursaq eləyəcək 10x çıxılsın 6x bərabərdir 18'ə. Birini 3'ə vurduq, birini 2'yə. Tərəf-tərəfə toplasaq, bunlar gedəcək. Biri mənfidir, biri müsbət. Bu ikisini toplayanda eləyir 19x. Bu ikisini də toplayanda 40, 57. Deməli, x oldu 3. 57'ni 3'ə böldük. 19'a böldük. X oldu 3. X 3'dürsə, indi y-i tapa bilərik. X'in yerinə 3 yazırıq burada. 3 dəfə 3'ün 9. Üstə gələk 2y bərabərdir 13'ə. Buradan da y tapırıq. 2y bərabərdir 13'dən 9 çıxsaq 4 qalır. 4'ü də 2'yə bölsək eləyir 2. Biri 3'dür, biri 2. Bizdən cəmini soruşur. Cəmi də olur 5. 3-dən 2'ni toplayırıq, eləyir 5. 18'ə baxaq. Tənliyin köklərinin hasilini tapın. Yenə loqaritmik tənlikdir. Əvvəlcə gəlin bu loqaritmanı sağ tərəfə keçirək. 1 bərabərdir. 1 olduğu kimi saxlayırıq. Loqaritma 3-cü dərəcədən x kvadrat üstə gəlir 23 çıxılsın. Loqaritma 3 əsasdan 4x plus 1 sağ tərəfə keçirdik.
İndi loqaritmaları eyni əsaslı loqaritmaları toplamaq üçün biz əsası olduğu kimi saxlayırıq. 3 loqaritmalı ifadələr isə bölürük. Toplayanda vururuq, çıxanda isə bölürük. Yəni x kvadrat üstə gəl 23-ü bölürük x plus 1-ə. X plus 1-ə. Yəni bayaq bir dənə loqaritmik təmlik eləmişdik. Burada da eyni qayda ilə 1-i gətiririk 3-ün qüvvətinə. Yəni x kvadratı üstə gəl 23 bölünsün x plus 1 bərabərdir 3 üstü 1-ə. 3 üstü 1-ə, yəni 3-ə. Bunu da çarpaz vursaq olur x kvadratı üstə gəl 23 bərabərdir 3x plus 3. Kvadrat təmlik aldıq. Köklərin hasilini soruşur. Yəni bunu V ilə tapa bilərik. Bu da nə oldu? Oldu x kvadratı. Buradan yazaq. X kvadratı plus minus 3x. 3'ü keçirik buradan 3'dən 23'dən çıxsaq qalacaq 20 bərabərdir 0. Burada da köklərin hasili 20-dir. Köklərin hasilini soruşur. Köklərin hasili olur 20. V teoremindən köklərin cəmi 3-dür. Hasili isə 20-dir. 19-cu suala baxaq indi. AB və AC kəsənlərdir. A-nın B-yə nisbəti, A-nı götürməliyik, yəni 2x, buranı 2 alfa, buranı götürək 2 alfa. B-ni də götürək 3 alfa. B-ni də götürdük 3 alfa. BNC qövsü 150-dir. BNC qövsü 150-dir. Bax, bura 150-dir. 150 dərəcədir. A-nı tapın. İndi burada 3 alfa bizdə daxilə söykənmiş bucaqdır. Daxili bucaqdır, yəni. Daxili bucağın söykəndiyi qövs həmin bucağın 2 qatı olur. Yəni, bura 3 alfa isə bura 6 alfa olmalıdır. İndi burada belə bir düstur var. 150-dən bu qövsləri çıxıb 2-yə böləndə 2 alfa alınır. Yəni 150-dir. 150 dərəcədən çıxsaq 6 alfanı, sonra bölsək 2-yə, bərabər olmalıdır 2 alfaya. Kəsənlər arasında qalan bucaq düsturudur bu. 2 kəsən arasında qalan bucağı tapmaq üçün qövsləri çıxıb 2-yə bölmək lazımdır. Çarpaz vursaq 150 çıxaq 6 alfa bərabər olur 4 alfaya. 6 alfanı getirib toplayırıq, eləyir 10 alfa bərabərdir 150-yə, alfa da bərabərdir 15-ə. Alfanı tapdıq 15. Bizdən A-nı soruşur. Alfa 15 olduğuna görə 2-ni də 15-ə vursaq 30 dərəcə olacaq. A oldu 30 dərəcə. 20-ci sual. 2 fəhlə bir işi birlikdə 6 saata yerinə yetirir. Birinci fəhlə işi digərindən 9 saat gec yerinə yetirir. Yəni, birinci fəhlə x üstə gəl 9 saata, ikinci fəhlə isə 2 saat. Birinci fəhlə 9 saat gec yerinə yetirir. İkisi birlikdə isə 6 saata. Düstur necədir? 1 böl x bərabərdir 1 böl a üstə gəl 1 böl b. Düsturumuz belədir. Burada x ümumini göstərir. Buradakı x-lər bizi çaşdırmasın. Gəlin bunun birini t, o birisini də t plus 9 götürək ki, çaşdırmasın. X ikisi birlikdə işlədikdə 6 saatdır. X-in yerinə yazırıq 6. Birinin yerinə t yazırıq. Digər fəhlənin yerinə isə t plus 9 yazırıq. İndi buradan ortaq məxrəcə gətirək. Bu ikisini ortaq məxrəc ilə t vurulsun. T üstə gəl 9 ortaq məxrəcdir. Bunu t üstə gəl, birinci kəsiri t üstə gəl 9-a vurmalıyıq. İkinci kəsiri isə t-yə vurmalıyıq. Bu da eləyir 2t üstə gəl 9. Məxrəc isə eləyir t kvadratı üstə gələk 9t. İndi bunu çarpaz vursaq kvadrat təmlik alınacaq. Gəlin çarpaz vuraq. T kvadratı plus 9t-ni 1-ə vursaq elə t kvadratı plus 9t eləyəcək. 2t plus 9-u 6-ya vursaq eləyəcək 12t plus 12t plus 6-nı da 9-a vursaq 54. T'nin kvadratı 9-dan 12-ni çıxsaq 3 -3t qalacaq. Çıxılsın 54 bərabərdir 0. Belə bir kvadrat təmini aldıq.
Yenə bir teoremlə eləsək, hasili mənfi 54, cəmi 9, cəmi 3 olan ədədlər hansıdır? 9 ilə mənfi 6-dır. Vuranda mənfi 54 eləyir, toplayanda da müsbət 3 əks işarə ilə. Mənfi 6 kənar kökdür, cavab olacaq 9. Daha doğrusu, t-ni tapdıq 9. Yəni fəhlələrdən biri 9 saata, digəri isə 9 üstə gəl 9, 18 saata yerinə yetirir. Bu işi birinci fəhlə neçə saata yerinə yetirər? Birinci fəhlə 18 saata yerinə yetirər. 21-ci sual. ABC üçbucağında BD 6-dır. BD 6-dır. AD 12-dir. BC 13-dür. AC ilə CD, yəni AC ilə bura ilə bura bir-birinə bərabərdir. Olarsa BCD'nin sahəsini soruşur. BCD'nin sahəsini tapmaq üçün buradan bir dənə hündürlük çəksək, buradan bir dənə hündürlük çəksək və hündürlüyə də H desək, onda SBCD bərabər olacaq. Üçbucağın sahəsi necədir? AH bölü 2, yəni hündürlüyü tərəfə vurub 2-yə bölməliyik. Hündürlük H-dır. BCD üçbucağının, yəni hündürlükdə 6-ya çəkilib. Körbucaqlı üçbucaq olduğuna görə hündürlük kənara düşüb burada. H vur 6 böl 2. Yəni biz burada H-ı tapsaq, sahəni rahat tapa bilərik. H-ı necə tapacağıq? Bu bərabər yanlış bucaqdır. Bərabər yanlış bucaqda hündürlük tən bölən və median üst-üstə düşür. Yəni bu həm hündürlükdə, həm tən böləndir median, həm də mediandır. H. Median sonunda biz bunu yarıya bölərik. Bura 6, burada 6 olacaq. Bura demək, bura oldu 12, bura oldu 13 və buradan Pifaqor teoremi ilə biz H-ı tapa bilərik. Yəni H-ın kvadratı üstə gələk. Bura 12-dir. 12-nin kvadratı bərabərdir hipotenuzun kvadratına, yəni 13-ün kvadratına. 169-dan çıxırıq 144-ü qalır 25, H oldu 5. Hündürlük oldu 5. Hündürlük 5-dirsə, 5 vurulsun 6 bölünsün 2. 5 vurulsun 6 bölünsün 2 ilə sahəni tapa bilərik. İxtisar getdi, 3 qaldı, 15. Üçbucağın sahəsi oldu 15. 22-ci suala baxaq. Əbob AB-ni verib 441. Gəlin əvvəlcə A-nı tapaq. A nəyə bərabərdir? 3-dən 6 dənədir. 3-dən 6 dənədir. A rənglidir, rəngliyə baxırıq. K-dan isə 2 dənədir. K-dan isə 2 dənədir. A-nın sadə vuruqlarını tapdıq. İndi B-nin sadə vuruqlarını tapaq. B isə rəngsizdir, yəni bu 3-dən 2 dənədir. K-dan isə 7 dənədir. K-dan isə 7 dənədir. A və B-nin sadə vuruqlarını tapdıq. Əbobu tapmaq üçün ortaq sadə vuruqlardan kiçik qüvvətləri götürməliyik. Kiçik qüvvət, yəni ortaqları götürməliyik. Ortaq da bu deməkdir ki, kiçik qüvvət. Yəni 3 üstü 2 ilə 3 üstü 6-nın ortağı 2 dənəsi ortaqdır. 3 üstü 2. Burada 7 dənə K var, burada 2 dənə K var. 2 dənəsi ortaqdır. Yəni K üstü 2. Ortaqları biz bir-birinə vursaq, əbobu tapa bilərik. 441. K kvadratı bərabərdir. 441-i burada bölürük 9-a. Düşür neçə dəfə? 5, 4 dəfə 49 olur yəqin ki, 4 dəfə 49 olacaq. K da bərabərdir 7-yə. K-nı tapdıq 7. 23-cü sual. Paralel köçürmə zamanı -2, 7 nöqtəsi 10, -3 nöqtəsinə keçirsə, həmin paralel köçürmədə AB parçasının orta nöqtəsi hansı nöqtəyə keçər? Əvvəlcə gəlin ortanı tapaq. Ortanı tapmaq üçün x-ləri toplayıb 2-yə bölürük. Birinci ədədlər x-i göstərir. 10 ilə -2-ni toplayıb 2-yə bölürük. 10 ilə -2-ni toplasaq 8. 8-də 2-yə bölsək 4. Y-ləri toplayıb 2-yə bölsək y-i taparıq. 7 ilə -3-ü toplasaq 4. 4-ü də 2-yə bölsək 2. Orta nöqtəni tapdıq. Yəni orta nöqtə nə imiş? 4, 2 imiş. İndi parçanın uc nöqtəsi hansı qanuna uyğunluqla hərəkət edirsə, orta nöqtəsi də həmin qanuna uyğunluqla hərəkət etməlidir. Yəni
Mənfi 2-dən bu 10-a hərəkət edib x. Mənfi 2-dən 10-a hərəkət edib. Yəni 12 vahid artıb. Onda biz 4-ü 12 vahid artırmalıyıq. 4-ü 12 vahid artırsaq olacaq 16. Y necə dəyişib? 7-dən mənfi 3-ə gedib. Yəni 10 vahid azalıb. 7-dən 3-ə gedib 10 vahid azalıb. 2-ni 10 vahid azalsaq olacaq mənfi 8. Yəni parçanın orta nöqtəsi də 16-nın mənfi 8-ə. Burada nə etdik biz? X necə dəyişib? 12 vahid artıb. Plus 12. Bu açıq sual olduğuna görə bu qeydləri eləməliyik ki, nə etdiyimizi bilsinlər yoxlayanlar. 7-nin üstünə biz 7-dən isə 10 çıxmışıq. Çıxılsın 10. Yəni bundan 10 çıxmışıq. Yenə bax burada eyni şeyi burada elədik. Üstünə 12 gəldik. Üstünə x-in üstünə 12 gəldik. Y-dən isə 10-u çıxdıq. Çıxılsın 10. Bu qeydləri mütləq eləməliyik və sözlə və yaxud da rəqəmlərlə qeyd eləməliyik ki, yoxlayanlar başa düşsün, yoxsa qiymət balı kəsə bilərlər. Ətraflı yazmaq lazımdır. 24-ə baxaq. BN həndəsi silsiləsində B7-ni soruşur. B7. Gəlin bunların açılışını yazaq. B6-nın yerinə biz yaza bilərik. B1 vurulsun 2 üstü 5. B4-ün yerinə yaza bilərik. B1 vurulsun 2 üstü 3. Bərabərdir 6-ya. B9-un yerinə yaza bilərik. B1 vurulsun 2 üstü 8. B7-nin yerini yaza bilərik. B1 vurulsun 2 üstü 6. Bərabər 48-ə. İndi gəlin buradan B1 küünün kubunu möhtərizi xaricdən çıxardıq. B1 küünün kubunu möhtərizi xaricdən çıxardırıq. Burada qalır küünün kvadratı. Burada da qalır 1. Çıxılsın 1. Bərabərdir 6-ya. Buradan da yenə B1 2 üstü 6-nın möhtərizi xaricdən çıxardıq. B1 2 üstü 6-nın möhtərizi xaricdən çıxarsaq qalacaq burada 2-nin kvadratı. Burada da yenə 1. Bərabərdir 48-ə. İndi görürük ki, bunları tərəf-tərəfə bölsək möhtərizələr gedəcək. Tərəf-tərəfə bölürük. Yəni ikincini birinciyə bölək, işimiz rahat olsun. Bunları ixtisar elədik. Bunlar da ixtisar gedir böləndə. 2 üstü 6-nı 2 üstü 3-ə bölsək qüvvətlər çıxılır. 2 üstü 3 qalır. 48-i də 6-ya bölsək 8 qalar. 2-nü demək biz tapdıq. 2 bərabərdir 8, 2-nin kubudur. 2-nü tapdıq 2. 2 2-dirsə onda biz B1-i tapa bilərik. Harada tapaq? Yerinə yazıb tapaq. Məsələn elə birincidə yerinə yazaq. B1 vurulsun 2 üstü 5, yəni 2 üstü 5. 2 üstü 5 eləyəcək 32. Çıxılsın B1 vurulsun 2 üstü 3. 2 üstü 3 eləyəcək 8. Bərabərdir 6-ya. 32B-dən 8B-ni çıxsaq qalacaq 24. B1 bərabərdir 6-ya. Deməli B1 bərabərdir 6 bölünsün 24-ə. Yəni 4-də 1-ə. B1-i tapdıq. Biz B1 ilə küünü biliriksə, B7-ni rahat tapa bilərik. B7 nəyə bərabərdir? B1 vurulsun 2 üstü 6-ya bərabərdir. B1-in yerinə yazırıq 4-də 1-i. 4-də 1-i. Küünün də yerinə yazırıq 2-ni. 2 üstü 6-nı. 2 üstü 6 eləyəcək 64. 64-ü də 4-ə bölsək qalacaq 16. B7 oldu 16. Sonuncu suala baxaq. 25-ci sual. 6 dosent və 5 müəllim arasından təsadüfi seçilən 3 nəfərin ikisinin dosent, birinin müəllim olması ehtimalını tapın. Deməli 6 dosent var. 6 dosent var. 5 dənə də müəllim var. 3 nəfər seçməliyik. 3 nəfərdən ikisi dosent olmalıdır. İkisi dosent olmalıdır. Yəni bunun 6-sının ikisini seçməliyik. Birinin isə müəllim olması. Müəllimlərdən isə birini seçməliyik. Cəmi 3 nəfər eləsin. İndi bayaq yazdığımız kimi kombinezona aid bir sual yazmışdıq. 6 dosentdən ikisini biz kombinezon 6-dan 2 formasında seçə bilərik. 5 müəllimdən birini isə kombinezon 5-dən 1 kimi hesablaya bilərik.
Bunları da bir-birinə vuracağıq. Vurulsun. Deməli biz nəyi tapdıq? Hal-hazırda əlverişli halların sayını tapdıq. Bu olsun əlverişli hallar. Bir də mümkün halların sayını tapmaq lazımdır. Çünki biz əlverişli halların sayını mümkün halların sayına böləcəyik. Mümkün halları necə tapırıq biz? Cəmisi 11 nəfər var. Cəmisi 11 nəfər var. 6-sı dosent, 5-i müəllim və bunlardan cəmisi 3-ünü seçməliyik. Yəni kombinizon 11 nəfərdən 3-ünü seçməliyik. Bu bütün hallardır. Kombinizon 11-dən 3. Bu mümkün hallardır. Bütün mümkün hallardır. Bu isə əlverişli hallardır. Qaldı bunu hesablayıb tapmaq. Gəlin hesablayaq. 11 faktorial bölünsün 11-dən 3 çıxdıq. 8 faktorial vurulsun 3 faktorial. 11 ilə 8-i ixtisarləsək, burada qalacaq 9, 10 və 11. 3 faktorial da 1 vur 2 vur 3-dür. 2 dəfə 3-ün 2 ilə bunu ixtisarləsək, burada 5 qalacaq. 3 ilə də bunu ixtisarləsək, burada 3 qalacaq. Əlverişli mümkün halların sayı oldu. 3 vurulsun 5 vurulsun 11. Belə qalsın hələ ki. İndi bunu hesablayaq. 6 faktorial bölünsün 6-dan 2-ni çıxdıq. 4 faktorial vurulsun 2 faktorial. Vurulsun 5 faktorial. 5-dən 1-i çıxdıq. 4 faktorial vurulsun. 5-dən 1 faktorial heç hesablamaq ehtiyac yoxdur. Kombinizon 5-dən 1 elə 5-ə bərabərdir. Nəsə yazdıq da eybi yoxdur. Bərabərdir. Bu hissə elədi 5. Buranın cavabı elədi 5. Bundan bunu ixtisarləsək, burada qalacaq 5 vur 6. 2 faktorialda elə 2 eləyir. 2 ilə də 6-nı ixtisarləsək, burada qaldı 3. Bu da oldu 5 vur 3 vur 5. Vur 5. Bu oldu əlverişli hallar, bu da oldu mümkün hallar. İndi ehtimal tapsaq, P bərabərdir. Mümkün halları məxrəcə yazırıq. 3 vur 5 vur 11. Əlverişli hallar 5 vur 3 vur 5-i də surətə yazırıq. 3 vur 5 ilə 3 vur 5 gedir. Qalır 11-də 5.